Bismillahirrahmanirrahim. Özünüzə dost seçəndə çox ehtiyatlı olun. Elə dostlar seçməyin ki, sizin dünya və axirətinizi öz dünyalarına görə məhv edib yandırsınlar. Quran-ı Kərim bu barədə belə buyurur: "Ləvlə entum lekunnə mu'minin." Əgər siz olmasaydınız, mütləq biz möminlərdən olardıq. Ayənin təfsirinə diqqət edəndə görürük ki, bu ayə cəhənnəm əhlinə aiddir ki, dünyada olan şeytani dostluqları səbəb olubdur ki, onlar cəhənnəm odunda yansınlar. Rəvayətlərə əsasən dünyada olan şeytani dostlar cəhənnəmdə bir-birlərinə deyərlər: Allah sənə lənət eləsin ki, səbəb oldum, mən cəhənnəm əhli oldum. İnsanlar başa düşməlidirlər ki, dünyada olan şeytani dostluqlar həqiqətdə onların düşmənləridirlər. Onun üçün də öz dünya və axirətlərini onların şərlərindən qorumalıdırlar. İlahi, bizləri dostların ilə dost, düşmənlərin ilə isə düşmən olanlardan qərar ver.